Salam dostlar, ki Sahil televiziyasında mən Tural İsmayılovun təqdimatında siyasi baxış verilişinin növbəti buraxılışını izləyirsiniz. Əlbəttə ki, Azərbaycanın Qərbi Azərbaycana dinc qayıdış konsepsiyası ilə bağlı artıq beynəlxalq arenada da səsimiz çox ciddi şəkildə duyulur. Özəlliklə Qərbi Azərbaycan icmasının yaradılması və daha sonra icmanın aktiv fəaliyyəti, onların yaydığı bəyanatların beynəlxalq mediada yer alması, Birləşmiş Millətlər Təşkilatında artıq Qərbi Azərbaycanlıların səsinin duyulmağa başlanması bizim üçün önəmli siyasi nailiyyətlərdən biridir və əlbəttə ki, cənab Prezident İlham Əliyevin vurğuladığı kimi biz mütləq şəkildə Qərbi Azərbaycana qayıdacağıq, amma dövlətimiz Qərbi Azərbaycana top tüfənglə deyil, dinc qayıdış konsepsiyasını müdafiə edir və təbii ki, Azərbaycanda bununla bağlı tədqiqatlar aparılır. Özəlliklə Qərbi Azərbaycanda Ermənistan dövlətinin terroruna məruz qalan maddi mədəni irsimizlə bağlı 500-dən yuxarı abidənin tədqiq edildiyi 3 cildli çox ciddi bir kitab Sosial Tədqiqatlar Mərkəzi tərəfindən tədqiqatçı, araşdırmacı Əfqan Vəliyevin müəllifliyində hazırlanıb. Orada çox önəmli faktlar var. Bir neçə dəfə bu məsələlərə toxunmuşuq. Və ona görə də istəyirəm ki, Qərbi Azərbaycandakı irsimizdən bugün danışaq. Siyasi baxışda mənim qonağım tədqiqatçı, araşdırmacı, sosioloq Əfqan Vəliyevdir. Əfqan müəllim, xoş gəlmisiniz. Xoş gördük müəllim. Əfqan müəllim, Qərbi Azərbaycandakı irsimiz əslində geniş anlayışlı. Bir verilişə, bir suala təbii ki, bu geniş mövzunu sığışdırmaq olmaz. Amma sizin çoxlu xarici qaynaqlarda tapdığınız maraqlı detallar var. İstəyirəm qısa-qısa ən maraqlı məsələlərə fokuslanaq. Məsələn, hansı arxivlərlə işlədiniz və sizi təəccübləndirən hansı məqamlara rast gəldiniz? Cənab Prezidentin də qeyd etdiyi kimi, İrəvan, Zəngəzur, Göyçə və digər vətən torpaqlarının geri qaytarılması bizim milli ideologiyamızın əsasını təşkil etməlidir. Çağrışına cavab olaraq, Sosial Tədqiqatlar Mərkəzi mənim müəllifliyində Qərbi Azərbaycanın maddi mədəni irsi ilə bağlı layihə hazırlayıb həyata keçirirdi mənim müəllifliyimdə. Və o layihə çərçivəsində biz Türkiyə, Gürcüstan, İran, Rusiya, eyni zamanda Almaniyada Sovetlər Birliyi Araşdırma Enstitüsü arxivlərindən mühacirlərin oraya aparıb qoyduğu sənədlər, Polşadakı Prometey təşkilatındakı Azərbaycanla bağlı sənədlərdən istifadə edərək və xüsusilə də Türkiyəyə Qərbi Azərbaycandan müxtəlif dövrlərdə, xüsusilə 1890-cı illər, 1940-cı ilə qədər olan dövrdə Türkiyəyə köçən Qərbi Azərbaycanlıların nəsli ilə apardığımız söhbətlər, onlardan topladığımız arxiv materialları, eyni zamanda Türkiyənin Qars, Iğdır, Mərzənfon, Amasya, Malatya, Ərciş ərazisində, Vanın Ərciş ərazisində, Doğu Bəyazıddakı İlhal kütüphanələrindən topladığımız materiallar əsasında Qərbi Azərbaycanın maddi tarixi və maddi mədəniyyəti haqqında geniş məlumatlar, materiallar topladıq və Qərbi Azərbaycanın maddi mədəni irsini araşdırmağa qərar verdik. Əlbəttə, Sovet mənbələrində, Rus mənbələrində və digər başqa qərb mənbələrində Qərbi Azərbaycan maddi mədəni irsi ilə bağlı kifayət qədər məlumat yox idi. Hətta Rusiya mənbələrində, məsələn, İvan Şopenin orada 1831-ci ildə siyahılma dövründə ki, orada abidələrinin siyasi əsas tutulub. Orada da 8 məscidi qeydə alıb İvan Şopen. Qərbi Azərbaycanın zəngin abidələrini, o abidələrlə zəngin olan kəndləri 150 yaxın kəndi qeydiyyatdan kənar tutub və ona görə də bizim o ərazinin müxtəlif dövrlərdəki həm tarixini, həm də maddi mədəni irsini araşdırmaq çətin olub. Əfqan müəllim, burada çox maraqlı detalları vurğuladınız siz. Özəlliklə siz təkcə bir ölkədəki sənədlərlə deyil, yəni təkcə qardaş ölkə deyil, İran, Rusiya, hətta Gürcüstan mənbələrinə baş vurduğunuzu söylədiniz. Hal-hazırda Ermənistan dövlətində üzərində Azərbaycan mədəniyyətini əks etdirən, çünki onların böyük əksəriyyəti dağıdılıb. Sizin kitablarda da mən görmüşəm ki, yəni demək olar ki, 3-4 daş qalan abidələr də qalıb. Hal-hazırda o irsi daşıyan abidələrin Ermənistan tərəfindən hansı vandallığa məruz qaldığını müşahidə edirsiniz. Bilirik ki, İrəvanda Təpəbaşıda Ermənistan tərəfindən çox ciddi vandallıq aktları həyata keçirilir. Bütövlükdə mənzərə necədir sizin üçün? Əvvəla qeyd edim ki, birinci sualın davamı olaraq biz 3 cilddə 532 abidəni hazırlayıb təqdim etdik. Birinci cilddə 244
abidə 18 kateqoriya üzrə 800-də yaxın mənbələr əsasında, ikinci cilddə 144 abidə 19 kateqoriya 700-ə yaxın mənbələr əsasında, üçüncü cilddə isə yenə 750-yə yaxın mənbə əsasında 144 abidəni ümumilikdə 800, yəni hardasa 1600-ə yaxın mənbə, mötəbər mənbə və digər arxiv mənbələr əsasında Qərbi Azərbaycana aid 532 abidəni hazırlayıb təqdim etmiş olduq və bu 532 abidədən təəssüflər olsun ki, 300-ə yaxını ermənilər tərəfindən dağıdılıb. Onun 192-si ermənilər tərəfindən mənimsənilib, digərləri isə xaraba vəziyyətdədir. Əlbəttə, ermənilər ərazidə yaşadığı dövrdə, əraziyə hakim olduğu dövrdə Azərbaycanlılara aid maddi-mədəni iş nümunələrini ilk növbədə, ilk əsas planları əraziyə sahiblənmək üçün, ərazinin də özlərinin tarixi sakin kimi göstərmək məqsədi ilə mənşəyini dəyişdiriblər, erməni elementləri əlavə edərək, abidələri erməniləşdiriblər. Sadəcə, məsələ qeyd edim ki, 1947-53-cü illər dövründə deportasiyaların olduğu dövrdə 500-ə yaxın toponim o dövrdə dəyişdirilib və hətta 200-dən çox Azərbaycanlı kəndi, abidələrlə zəngin olan Azərbaycanlı kəndi dağıdılıb, yer üzündən silinib. Azərbaycanlılar amnistiya çıxdıqdan sonra, Stalin ölümündən sonra, əraziyə qayıtdıqdan sonra onların qədim dövrdən əcdadlarının, dədə-babaların yaşadığı kəndlərin dağıdıldığını görüb bir çox Azərbaycana geri qayıtmaq məcburi olublar və bir qismi isə yeni təzə salınmış ermənilərin yaşadığı, kompakt yaşadığı kəndlərə onları yerləşdirməyə çalışıblar ki, bir çoxu da bundan imtina edib geri qayıtıblar. Məqsəd ərazinin tamamən erməniləşdirilməsi olub. Əgər 1918-ci ildə dövlət qurmaq siyasətinə həyata keçiriblərsə, 47-53 deportasiyası tamamən ərazidəki abidələri erməniləşdirmək və Azərbaycanlıların oradan deportasiyalar yolu ilə sayını azaltmaq səyi olub. Abidələr bir kənddə 3 qəbirstanlıq olub və o qəbirstanlıqda tarixin müxtəlif dövrlərinə aid abidələr olub. Məsələn, qeyd etdiyim kimi Ataxan qalasında, Ataxan qalası qədim Göyçə mahalındakı qədim qalalardan olub. Petrovski 1905-ci ildə orada tədqiqat apararkən Kurqan qəbirlərdən Salçıqlı dövrünə aid oradan kitabələr, daş kitabələr çıxarıb yazılar oldu. O kitabında bunları yazılar, onun təsdiqini tapıb. Daha sonra orada yenə Koroğlu qalasında apardığı tədqiqatlarda yenə də qəbrüstü səndüqələr, İslam dövrünə qəbrüstü səndüqələri aşkarlayıb, tədqiqat əsərində qeyd edib. Qala lövhələrində yazır ki, qala Səlcuqlu dövründə xristian türklər tərəfindən tikilib. Yəni ərazidə Azərbaycanlıların yaşadığını sübut edən ən unikal hadisə 1893-96-cı illərdə İvanovskinin Göyçə göl ətrafında 200 kurqan qəbirdən çıxartdığı qədim türk tayfalarına aid əşyalardır. Əşyalar, zinət əşyaları üzərində naxışlar, işləmələr, indiki də Azərbaycan xalçaçılıq, miniatür sənətində istifadə olunan naxış eskizlərdir ki, onlar İvanovski öz tədqiqatında bunu məsələ dərc edib, məlumatı çatdırıb və qeyd edib ki, buradakı 60-a yaxın Oğuz qəbrinə rastladım və Oğuzlar qədim türk tayfalarıdır və eyni tədqiqatı dəstəkləyən məlumat 1967-70-ci illərdə Xocalı Gədəbəy ərazisində də, silsiləsində də qazıntı işləri aparılıb. Qərbi Azərbaycanda Göyçə gölünün kənarından tapılan İvanovskinin çıxardığı əşyaların eynisi o ərazidən də dediyim vaxtlarda çıxarılıb və bu sübut edir ki, hər iki ərazidə də tarixin müxtəlif dövrlərində Azərbaycanlılar yaşayıblar. Əfqan müəllim, və sizin tədqiqatlarda diqqət çəkici məqamlar çoxdur. Deməli, Ermənistan tərəfindən bütövlükdə İslam kültürünə aid abidələrimiz dağıdıldığını görürük, məscidlər var, məqbərələr var, amma eyni zamanda o abidələrin içərisində Alman bazilikaları var. Siz o hazırlanan videoçarxda da bunları geniş tədqiq eləmişsiniz və tarixin müxtəlif dövrlərinə, qədim dövrünə, orta əsrlər dövrünə, yeni dövrə aid xeyli dəyərli nümunələr var. Yəni Ermənistan təkcə İslam kültürünə qarşı deyil, eyni zamanda elə xristian kültürünə qarşı da hücumlar həyata keçirib. Çünki o Alman bazilikalarının bir çoxunun da biz dağıdıldığını və yaxud ümumiyyətlə o tikilinin vandallığa məruz qaldığını görürük. İndiki Ermənistan ərazisindəki, Qərbi Azərbaycan ərazisindəki Alban abidələrinin çoxu
Qıpçaq xristian Qıpçaq türkləri xristian Səlcuqlular tərəfindən tikilib. Məsələn, Qərni məbədinin üzərində onun xristian Səlcuqlular tərəfindən tikilənlər qala kitabəsi var və hal-hazırda da o mövcudiyyətini qoruyur. Restavrasiya edilməsinə baxmayaraq o bəzi elementlər, oradakı elementlər xristian Səlcuqlu türklərinə aid elementlər orada qalmaqdadır. Eyni zamanda Qıpçaq məbədi Qıpçaq xristian Qıpçaq türkləri tərəfindən inşa olduğuna dair tarixi mənbələrdə sübut var. Eyni zamanda qala kitabələri də bunu sübut edir. Amma o arazidəki xüsusilə qədim kəlmələrlə tapınaq dediyimiz bazilikalardır ki, mən kitabın 3-cü cildində 20-ci kateqoriya olaraq bazilikaları əlavə etmişəm və bazilikalar qədim Alban dövründə tikilən məbədlərdən də böyük kilsə məbədlərdən böyük tikililər olubdur. Əhali oranı dini ayinlər üçün istifadə etməyiblər. Daha çox ictimai yığıncaqlar üçün müharibələr əvvəllərində hökmdarların yığışıb strateji qərarlar aldığı bir qərargah kimi istifadə olunub. Əhalinin ümumi yığışıb ümumi qərar verdikləri yığıncaq kimi olub. El şənliklərinin, din, adət-ənənələrin, ayinlərin keçirildiyi yer olub bazilikalar əsasən və orada da görürük ki, orada da erməni elementlərinə rast gəlmir. Tamamilə Alban dövrünə aid və Alban izlərini daşıyan elementlərlə bəzədilmiş bir memarisi var, memari quruluşu var və onlar da yenə də xristian türklər, Kimmerlər tərəfindən və xüsusilə Səlcuqlular tərəfindən əksəriyyəti tikilib. Alban dövrünə aid olan bu bazilikalar isə Alban hökmdarlarının tikdiyi bazilikalardır ki, onlar o ərazidə bazilikalardan Bazar çayı da var, Üskilsə ətrafında bu bazilikalardan mövcud olub. Bazar çayındakı Zəngəzurdakı Bazar çayı arasındakı o ən böyük bazilikada o dövrdə ərazidəki böyük müharibələrin olduğu dövrdə tayfa yığıncaq tayfaları sərkərdələrin yığıncaq məkanlarından biri olub və ondan sonraki dövrlərdə də bu bazilikalar digər tayfaların, türk dilli tayfaların da, Azərbaycanlıların digər mənşəli olan tayfaların da yığıldığı bir məkan olub. Qəbildən olan abidələr çoxdur, fəqət ermənilər bunların bir qismini, məsələ deyək ki, erməniləşdirməyə çalışsa da, amma Çıxıvəng məbədi, Cindivaz, Avoğlan məbədi məsələ daha çox müsəlman arxitekturasında tikildiyi üçün onları dağılmağa məhkum ediblər və restavrasiya olunmayıb, hal-hazırda olduğu yerdə yarı-xaraba vəziyyətdədir. Əfqan müəllim, çox qısaca istəyirəm 4-5 cümlə ilə vurğulayasınız. Təbii ki, orada bizim saysız abidələrimiz var və siz 500-dən yuxarı abidəni tədqiq eləmisiniz. İndi hansı məsələ üzərində çalışırsınız? Yeni tədqiqatlarınız varmı və bu silsilə davam edəcəkmi siz tərəfdən, amma çox qısa, buyurun. Əlbəttə, Qərbi Azərbaycan maddi mədəni irsi zəngindir. Əcdadlarımız eramızdan əvvəl 2-ci yüzildən orada yaşadığı dövrdə 10 minlərlə maddi mədəni irs nümunəsi ərsəyə gətirdilər və bunların tədqiq olunması və dünya ictimaiyyətinə çatdırılması Azərbaycanlıların orada sülh, layiqətli və könüllü qayıdışı istiqamətində ən mühüm addım və töhfə olacağını düşünürük və bunun tədqiq olunmasında çox vacib olduğunu düşünürəm. Çünki abidələr bir millətin kimliyidir, pasportudur, tarix nəsildən nəslə ötürücüsüdür və bu gün hər bir abidənin hekayəsi o millətin mədəniyyətini, həyat tərzini, sosiologiyasını özündə əks etdirir və biz onları tədqiq edib nə qədər daha çox tədqiq edib dünya ictimaiyyətinə çatdırırsaq, ərazidəki bizim tarixi keçmişimiz haqqında, ərazinin əsas sakini kimi özümüzü orada təqdim eləməyimizdə bunların çox mühüm rolu olacaq. Hər bir abidə bizim Qərbi Azərbaycana könüllü layiqətli sülhlə qayıdışımızı təmin edəcək. Əlbəttə, bu tədqiqatlar davam edəcək. 3 ildir ərsəyə gətirdik və Qərbi Azərbaycanla bağlı 10 minlərlə abidəni tədqiq edəcək qədər əlimizdə material baza mövcuddur. Təşəkkür edirəm Əfqan müəllim, çox sağ olun. Mən təşəkkür edirəm, sağ olun. Xatırladım ki, siyasi baxışda mənim qonağım tədqiqatçı, araşdırmacı, sosioloq Əfqan Vəliyev idi. Biz Qərbi Azərbaycandakı irsimizdən danışdıq və qonağımızın da vurğuladığı kimi Qərbi Azərbaycandakı irsimiz bizim həm də milli kimliyimiz, milli tariximizdir və bu baxımdan da Qərbi Azərbaycandakı irsimizin tədqiqinə, eyni zamanda yayılmağına, həmçinin bu sahədə bilgilərin mediada daim aktual saxlanılmağına da hər birimiz mütləq şəkildə əməl etməliyik. Sabah isə mən siyasi baxışda
həftənin önəmli siyasi hadisələrini təhlil edəcəyəm. Sağ olun, salamat qalın.